Biznesimi necə böyüdüm, satışı necə artırım, reklam xərcini necə azaldım deyirsənsə bu videoya bax. İlk öncə gəl baxaq görək sən nə edirsən. Instagramda reklam verirsən, tutalım ki 100 dollar. Üstə gəl 18% 200 elədi. Təklifindən, məhsulundan və sezondan asılı olaraq tutalım ki sənin 60.000 baxışın var, 300 mesajın var, 25 satışın var. 300 çıxılsın 25, 275 nəfərdən əgər xəbərin yoxdursa və 25 nəfərin də məlumatlarını düzgün qeyd eləməmisənsə, deməli sənin reklam xərclərin getdikcə artacaq və satışın da qeyri-stabil olacaq. Çünki sən hər dəfə bu döngüdə dönürsən. Reklam xərcin var, mesajın var, satışın var və sənin satışın birbaşa reklamdan, mövsümdən, məhsuldan və təkliflərindən çox asılıdır. İndi isə gəlin keçək ikinci varianta. Bu proses olduğu kimi gedir. Və sən həmişə sənə yazan şəxslərin mobil nömrəsini və bir neçə məlumatını istəyirsən. Və beləliklə müştəri bazanı təkmilləşdirirsən. Niyə görə bu məlumatları istəyirsən? Ona görə ki, onlara daha yaxşı xidmət göstərərsən, onların ehtiyaclarını daha yaxşı başa düşərsən. Və müştəri bazanı olduqdan sonra onlara WhatsApp üzərindən birbaşa təklifləri artıq göndərə bilərsən. Və beləliklə sənin artıq satış və reklamın iki hissəyə bölünür. Bu hissədə heç bir pul xərcləmirsən, digər hissədə isə müəyyən qədər məbləğ xərcləyirsən. Hətta bir nöqtədən sonra bunu 2 dəfəyə qədər aşağı sala bilərsən. Müştərini daha yaxşı tanıyırsan, onlara daha rahat bir şəkildə xidmət göstərirsən və beləliklə reklam xərclərinin azalır, satışın artır, biznesin böyüyür. Müştəri baza sistemi və WhatsApp toplu mesaj üçün bizə yaz, konsultasiyaya yazıl.